Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Vessalatu vesselamu ala hayri halqihi seyyidina Muhammed ve alihi ecmaîn. Salam değerli izləyicilər, hər vaxtınız xeyir olsun. İnşallah bugün fiqh və əxlaq elmini öyrənməyin vacibliyi haqqında söhbət edəcəyik. Biz inşallah bugün ilk öncə fiqh elmi haqqında danışacağıq. Baxın, fiqhi məsələləri, şəri məsələləri öyrənmək hər bir şəxsin borcudur və bu kimi məsələləri bilmək zəruridir. Çünki bu məsələlər ibadətləri və halal-haramla bağlı olan məsələləri əhatə eləyir. Və məlum məsələdir ki, əgər bir insan öz şəri vəzifələrini doğru düzgün öyrənməsə, bilməsə, etdiyi ibadətləri də tam dəqiqliyi ilə yerinə yetirə bilməyəcək. Və ona görə də şəriət hökmlərini öyrənmək zəruridir və şəriət məsələlərini ələ gətirmək üçün mükəlləfin 3 dənə yolu var əsasən. Mükəlləf nə deməkdir? Bunu elə qısa olaraq qeyd edir. Mükəlləf yəni o insan ki, artıq bunun boynunda bir təklif var. Yəni şəri nöqteyi nəzərdən bu insan artıq uşaqlıq çağını geridə qoyub və artıq həddi-buluğ yaşına gəlib çatıb və Allah Taala qarşısında bir sıra öhdəçilikləri var, məsuliyyətləri var. Məsələn, halal-haramları yerinə yetirməkdə, yəni halalları yerinə yetirir və ya haramlardan çəkinməkdə, vacibatları yerinə yetirməkdə, xülasə bu kimi şeylərdə məsuliyyət daşıyır. Yəni elədiyi hər bir şeyə görə artıq cavabdehdir. Xülasə bunun başqa izahları da var ki, biz elə istədik qısa olaraq buna burada toxunaq və qeyd etdik ki, şəriət hökmlərini ələ gətirməyin 3 dənə yolu var. Deməli, bunlardan birincisi nədir? Birincisi ictihad etməkdir. İctihad etmək, yəni şəriət hökmlərini fəqihlərin, müctehidlərin istinad etdiyi etibarlı mənbələrdən. Məsələn, Quran-ı Kərimdən, səhih hədislər və rəvayətlərdən çıxarış etmələrinə deyilir. Fəqihlər bu mənbələrdən ələ gətirdikləri dəlil, sübutlar əsasında hökm və fətvalar verirlər. İkinci məsələ isə ehtiyat etməkdir. Baxın, ehtiyat etmək də budur ki, yəni mükəlləf şəri vəzifələrini yəni yerinə yetirməkdə elə əməl etməlidir ki, öz vəzifəsində tam olaraq yerinə yetirdiyinə əmin olmalıdır. Məsələn, necə? Baxın, bəzi müctehidlərin haram bildiyi, bəzilərinin isə haram bilmədiyi işləri yerinə yetirməsin. Gəlin buna bir misal çəkəyim. Fərz eləyək ki, 10 dənə müctehidimiz var. Bu 10 dənə müctehiddən 5 dənəsi deyir ki, siqaret çəkmək haramdır, qalan 5-i deyir ki, xeyr, haram deyil. Baxın, mən burada bu rəqəmləri misal ünvanında deyirəm, 10 dənə müctehid, ola bilsin 15 ya 20 dənə müctehid olsun, misal üçün. Və yaxud da ki, 10 dənə müctehiddən deyirəm, 5-i halal deyir, ya 5-i haram deyir. Ola bilər, məsələn, bir məsələ haqqında 7-si həmən şeyi haram bilər, 3-ü halal bilər. Və yaxud da ki, tam əksinə, 3-ü haram bilər, 7-si halaldır və s. Bu rəqəmlər misal ünvanında qeyd olunur. Hər halda, biz dedik ki, fərz edək, 5 dənə müctehid deyil, siqaret çəkmək halaldır, yəni icazəlidir. 5-i isə deyir ki, xeyr, icazəli deyil, yəni haramdır siqaret çəkmək. İndi burada bu şəxsin vəzifəsi nədir? Çünki bu insan ki, ehtiyat eləyir, bu elə bir əməl etməlidir ki, öz şəri vəzifəsini tam dəqiqliyi ilə yerinə yetirməyə əmin olmalıdır. Yəni, bu insan siqareti çəkməməlidir. Ondan əgər çəksə, öz vəzifəsini yerinə yetirmiş sayılmır. Çünki niyə? Bəzi müctehidlər siqaretin çəkilməsini haram bilmişdir. Ona görə bu insan gərək siqareti çəkməyə. Və həmçinin bir sıra müctehidlərin vacib bildiyi, digərlərinin isə vacib bilmədiyi əməli yerinə yetirsin. Buna da bir misal çəkək. Fərz eləyək ki,
bəzi müctəhidlər namazda təsbihat-ı ərbəni bir dəfə deməyi vacib bilirlər, yəni kifayət eləyər bir dəfə demək. Bəziləri isə 3 dəfə deməyi vacib bilirlər ki, yəni bir dəfə demək olmaz. Gərək 3 dəfə deyəsən ki, namazın düz ola. Məsələn, indi bu mükəlləfin, bu şəxsin vəzifəsi burada nədir? Əgər bir dəfə desə, öz vəzifəsini tam olaraq yerinə yetirmiş sayılmır. Gərək 3 dəfə deyə ki, yəni bütün müctəhidlərin nəzərinə əməl etmiş sayılsın və öz vəzifəsini tam dəqiqliyi ilə yerinə yetirdiyinə əmin olsun. Üçüncü məsələ isə dəyərli izləyicilər təqlid etməkdir. Təqlid etmək də yəni nədir? Yəni bir mükəlləfin dini hökmlərdə cami-i şərait bir müctehidə, yəni təqlid etməyi, belə deyək də, təqlid etmək üçün lazımı şəraitə lazım olan bir müctehidə müraciət etməsinə deyilir. Yəni ki, bu şəxs, bu mükəlləf həmin müctehidin rəyi və fətvaları əsasında öz əməllərini yerinə yetirir. İndi qeyd etdiyimiz bu 3 dənə məsələ ilə bağlı qısa olaraq bunlara bir izah verək. Birinci dedik ki, ictihad etməkdir. Baxın, ictihad etmək üçün insan gərək uzun illər boyu ixlasla ilahi elmləri oxuya, ələ gətirə ki, bu böyük məqama gəlib çata bilər. Bu iş həqiqətən də çox çətin və çox məsuliyyətli bir işdir. Hər bir insanın rahatlıqla öhdəsindən gələ biləcəyi bir iş deyil. Elə ona görədir ki, bu günləri müctəhidlərimizin sayı elə həqiqətən də barmaq sayı qədərdir. İkinci məsələ isə dedik ehtiyat etməkdir ki, ehtiyat etməyin özü də müəyyən həddə savad, geniş araşdırma, çoxlu diqqət və böyük bir vaxt tələb edir insandan ki, gərək insanın o qədər geniş bir vaxtı ola ki, otura bütün müctəhidlərin və qeyd etdik də nəzərlərini bilə ki, bir məsələ haqqında müctəhidlərin nəzərləri nədir? Ki, bu özü də həqiqətən çox çətin bir məsələdir ki, hər kəsin bu işin öhdəsindən gəlmək qüdrəti yoxdur. Və üçüncü məsələ isə dedik ki, təqlid etməkdir və təqlid etməyə gəldikdə isə şəriət hökmlərini bilməyən bir şəxsin cami-ü şərait bir müctehidə təqlid etməsidir ki, bu da nəqli dəlillərdən əlavə, əqli dəlillərdə bu məsələni təsdiq edir. Həqiqətən də bu elə digər elmi məsələlərdə də bu cürdür. Misal üçün, fərz eləyək bir xəstənin doktora müraciət etməsi, bir şagirdin müəllimə müraciət etməsi və s. bu kimi digər məsələlərdə də bu cürdür. Yəni, hər bir ağlı başında olan normal insan, əgər hər hansısa bir sahə ilə bağlı bir problemə, müşkülə düşsə, o sahənin mütəxəssisinə müraciət edir. Siz heç görmüsünüz ki, ürəyi xəstə olan bir insan gedib maşın ustasına müraciət eləsin. Yəni, gedib ona nə deyir? Ürəyimin, məsələn, şurubları paslanır, onu dəyiş. Yox. Niyə? Çünki o gərək həmən, məsələn, doktora müraciət edir. Özü hansı doktora? Ürək üzrə mütəxəssis olan doktora müraciət edir ki, öz problemini həll edə bilər. Baxın, dini məsələlərdə də bu cürdür. Əgər bizim bu məsələ ilə bağlı bir savadımız, elmimiz yoxdursa, gərək bu sahənin mütəxəssislərinə müraciət edək ki, burada öz problemlərimizi, öz suallarımıza cavab tapa bilək. Yəni, xülasəsi budur ki, şəriət hökmlərini ələ gətirməyin ən sadə və ən rahat yolu təqlid etməkdir. Allahın verəm izzət-i cəlalına xatir bizləri şəri hökmləri ələ gətirərək onlara doğru düzgün şəkildə əməl etməyə müvəffəq etsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.